Dövlət ittihamçısı Rusiyanın Ural bölgəsində Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinskinin 2 cinayətdə ittiham olunaraq 23 il müddətinə həbs edilməsini istəyib. Bundan başqa Lentazın məlumatına görə Şıxlinski ilə birlikdə Səfərov qardaşları və Şudcaydin Rəcəbov da mühakimə olunur. Akifin 23 il, Ayazın 22 il, Kamalın 18 il azadlıqdan məhrum edilməsi istənilib. Bakirə və Məzahirə 13 il, Rəcəbova isə 15 il həbs cəzası tələb olunub. Ötən həftə Hakimlər Kollegiyası təqsirləndirilən şəxslər barədə ittiham hökmü çıxarıb və onların güzəştə layiq olmadıqları qənaətinə gəlib. Yaxın vaxtlarda hakim Yuri Radçuk hökm çıxarmaq üçün müşavirə otağına gedəcək. İstintaq hesab edir ki, təqsirləndirilən şəxslər güya 2001-ci ildə kommersant Yunis Paşayevin qətlinin təşkilində və 2010-cu ildə iş adamı Fəhriz Şirinova qarşı sui-qəsd cəhdində iştirak ediblər.